Herkese salam. Bugün yayın ən dadlı yeməklərindən olan badımcan, pomidor, biber dolmasının ən ləzzətli reseptini bölüşürəm. İçlik üçün bir ədəd orta boy soğanı kub-kub doğrayıram. Tavaya çəkilmiş dana ətini və doğradığım soğanı əlavə edib qovururam. Ardıca zövqə görə yarım dəstə reyhanı, kişnişi və bir ədəd pomidoru xırda-xırda olmaqla doğrayıram. Tavaya biraz duru yağ və 1-2 qaşıq kərə yağı əlavə edib qarışdırıram. Mən yeməyin daha dadlı olması üçün bir qədər quyruq da əlavə etdim. Siz etməyə bilərsiniz. Ardıca bir yemək qaşığı çiğ düyünü, doğradığım pomidoru, reyhanı, kişnişi və ədviyyatları əlavə edib yaxşıca qovururam. Keçək tərəvəzlərə. Badımcanların saplaqlarını təmizləyib orta hissəsinə kəsik atıram. Duzlayıb acısının çıxması üçün bir kənarda gözlədirəm. Biberlərin baş hissəsini qapaq şəklində kəsib içərisini təmizləyib yuyuram. Pomidorları da eyni qaydada kəsib sulu hissəsini çıxarıram. Bunu daha sonra tərəvəzlərin üzərinə əlavə edəcəyəm. Dolmanı bişirəcəyim qazana biraz duru yağ əlavə edirəm. Yuyub quruladığım badımcanları asta xodda azacıq yumşalana qədər qızardıb götürürəm. Əvvəlcədən hazırladığım içliyi tərəvəzlərin içərisinə yerləşdirirəm. İçliklə doldurduğum tərəvəzləri tavaya düzürəm. Son olaraq pomidorların içərisindən çıxardığım içliyi blenderdən keçirib tavaya əlavə edirəm. Qazanın qapağını örtüb asta xodda qaynamasını gözləyirəm. Qaynağa düşdükdən sonra ocağın sürətini artırıb gür xodda tərəvəzlər bişənədək bişirirəm. Və nəhayət yemək bişdi. İnanın mənə çox ləzzətlidir. Siz də sınayın. Bu yeməyi müxtəlif reseptlərlə hazırlayırlar. Bəs sizlər bu yeməyi necə hazırlayırsınız? Rəylərdə mənimlə bölüşsəniz çox xoş olar. Videomu like edib kanalıma abunə olmağı unutmayın. Hələlik.